Bakı Ağır Cinayətlər Məhkəməsində çoxmənzilli yaşayış binasının tikintisinə köməklik edəcəyinə söz verərək sahibkara qarşı dələduzluq edən Aydın Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmədə şahidlərdən biri Aydın Cəfərovu tanıdığını bildirib. Həmin gün ofisə Müşfiq Muradovla görüşməyə gəlmişdim. Ondan 500 min manat alacağım vardı. Müşfiq 10 min verdi. Dedi qalanını sonra verəcəm. Çox keçmədən Afət xanım gəldi. Müşfiqə dedim məndən aldığım pulla borclarını ödədimmi? Sonra canını boğazına yırmasınlar. O da qayıtdı ki, sənin nəyinə lazımdır, hamısını verəcəm. Aydın müəllim ora gələndə Azadxan dedi ki, Aydın müəllim bu işi qanun çərçivəsində həll edəcək. Müşfiq dedi ki, Afət əl çəkmirdi. Alınan puldan 270 min Afətə getdi. Mən özüm Afətdən 40 min manat faizə götürüb bu başı batmışa vermişəm. Rusiyada yaşadığım vaxtdan Müşfiq məni bloklamışdı. Bir sözlə, bu vicdansız aldığı pullarla borclarını qaytarmaqdansa aradan çıxıb. Növbəti proses 6 mart saat 15:30-a təyin olunub. Xatırladaq ki, təqsirləndirilən şəxs Aydın Cəfərov tanışı Müşfiq Muradov və başqaları ilə qabaqcadan əlbir olaraq ötən ilin yanvarında Azlant Residence MMC-yə məxsus Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Etibar Bəkirli küçəsi 96 ev sayılı sahədə çoxmənzilli yaşayış binasının tikintisinə müvafiq dövlət qurumlarından icazə alınmasına köməklik göstərəcəklə bağlı iş adamı Azadxan Xanməmmədova vəd verib.